İş orasındadır ki, ən böyük təsir vasitəsi mənim özümün bir müəllim kimi sakit olmağımdır. Müəllimin, bəzi müəllimlər var, onlar əsəbidirlər. Ümumiyyətlə, əsəbi insandan müəllim çıxmaz. Çünki o əsəbidir, həycanlıdır, o həycan tələbəyə keçir, tələbənin üstünə qışqırır, tələbənin üstünə qətiyyən qışqırmaq olmaz. Ne üçün? Bəzi həyat yoldaşları da, məsələn, qadın həyat yoldaşlarını öyrədəndə onların üstünə qışqırırlar. Yavaş, tormuzu bas. Onlar başa düşmürlər ki, insanın, xüsusilə qadın tələbənin üstünə qışqıranda o qaz əvəzinə tormuzu basacaq. Tormuz əvəzinə qazı basacaq. Yaxındakı dükanın vitrindən içəri girəcək. Deməli, ən əsası müəllimin təmkinidir. Mən, deməli, ən ağır situasiyalarda belə mən təmkinimi saxlayıram. Niyə? Bilirəm, heç çətin vəziyyətdir. Bilirəm ki, bizi vura bilərlər bu dəqiqə. Amma həmin anda təmkinimi itirmirəm. Çünki mən təmkinimi itirsəm, tələbə mütləq çaşacaq. Ona görə hətta Kamaz üstümüzə gəlirsə, bilirəm, Kamaz üstümüzə gəlir. O bizi öldürmək istəyir. Amma o onda alınmayacaq. Sükanı sağa vur, sağa qaçırıq. Yəni, bu səs Kamazın qorxulu olmağının qabağını alır. Və birazdan mənim belə sükan arxasında sakit olmağım, təmkinli olmağım tələbəyə keçir. Onlar deyirlər ki, sizin yanınızda birinci dərsdən onlar deyirlər ki, biz artıq qorxu hiss eləmirik. Çünki ümumiyyətlə müəyyən metodika var. Bu metodikada hətta təzə sürən tələbə var ha. Ondan çox səlis sürürsən, bir dənə də qəti tormuz olmur. Deməli, ilkin vərdişlər var da, tormuzu verməyə zaten. Onun metodikası var, onu da açmıram. O mənim, deməli, mətbəx sirrimdir. Deməli, 20 dəqiqə ərzində həm tormuzu, birinci ömründə maşın sürməyən adam gəlir, 20 dəqiqə ərzində tormuzu 10 ilin sürücüsündən daha ehmallı verir. İdeal tormuzlamanı öyrədirəm. İdeal qaz verməyəni öyrədir. Sonra güzgülərlə işləməyi öyrədir. 20 dəqiqədən sonra o artıq elə bir ki, yollara hazırdır. Siz bilirsiniz ki, ilkin vərdişlər verdikdən sonra yollara çıxmaq olar. Və biz yola çıxırıq və maşın elə birinci dərsdən səlis gedir. Deməli, belədir. İlkin vərdişlər başlayır. Hər adamda ilkin vərdişlər eyni sürətlə getmir. Kiməsə 20 dəqiqə vaxt lazımdır. Kiməsə 1 saat vaxt lazımdır. Kimə isə ikinci dərsdən sonra yola çıxırıq. Adətən birinci dərsin nəzdində biz yola çıxa bilirik. Yəni buna öyrədirəm. Həmin o sirlərim var da mənim. Tez ideal tormuz verməyi birinci dərsdə, birinci 20 dəqiqədə, birinci 10 dəqiqədə öyrədirəm ona tormuzu ehmallı verməyi. Çünki tormuzu kəskin vermək Bakıda elə bir ki, arxadan zərbənin elə bir ki, qol çəkirsən ki, gəl məni vur. Bir balaca kəskin tormuz olan kimi adamı cəzalandırırlar. Bunu öyrədirəm. Qazı ehmallı verməyi, müxtəlif deməli, dövrlər sayında deməli, bərabər olaraq saxlamağı öyrədirəm. Məsələn, 1000 dövr sayıda, dəqiqədə onu saxlasın, 2000'i saxlaya bilsin, 2000'dən 1000'ə düşsün. Bunu öyrədirəm. Ondan sonra güzgülərlə işləməyi öyrədirəm tez. Sol güzgü, sağ güzgü, orta güzgü. Ondan başqa dönmə ışıqları ilə işləməyi öyrədirəm. Ondan başqa bir dənə də metodika var. Hətta yerində, maşın yerində tərpənmədən o dilləri döngələrə girə bilmir sürücü. Sükanın fırlanma tezliyini yerində dayanan halda, axı hidravlika var da, yerində sola fırla, tez sağa fırla, tez sola fırla, tez sağa fırla, maşın dayanıb ha. Bax, onunla artıq bu get-gedə görürsən ki, artıq 20 dəqiqədən, yarım saatdan sonra əgər yaxşı qabiliyyəti varsa, artıq yollara çıxmaq olar. Yəni, bu bir neçə əsas şeylər var da, tormuz, qaz, dönmə ışıqları, güzgülər, sükanı normal fırlatmaq. Bunları öyrədəndən sonra yola çıxmaq mümkündür. Qorxu ilə gəlirlər, çoxsu, 90% qorxu ilə gəlir. O qorxunu necə aradan qaldırır? O, sürə bilməyəndə qorxur. Çətin vəziyyətə düşəndə nə edə biləcəyini bilməyəndə qorxur. Yavaş-yavaş biliklər çoxaldıqca, yavaş-yavaş orta səviyyə gəlir, əminlik olur. Amma mən həmişə tələbələrə deyirəm ki, əminlik ifrat dərəcəyə keçməsin. Yəni ki, həmişə ehtiyatlı ol. Bir balacı Bakı şəhərində tamamilə rahat ola bilməzsən. Sən həddindən artıq rahat olsan səni vuracaqlar. Sən həmişə ehtiyatlı olmalısan. Sən həmişə xüsusi təyinatlı əskər kimi olmalısan və həmişə zərbə gözləməlisən. Amma bu qorxu ilə olan gözləmə deyil. Bu, nətər deyim, xüsusi təyinatlılar necə olurlar? Onların baxışını görmüsən. Özlərinə əmindirlər, rahatdılar və amma özlərindən razı deyirlər. Bilirlər ki, onları hər an
vura bilərlər, onları öldürə bilərlər, amma onlar qorxmurlar. Niyə? Onlar bilirlər nə etmək lazımdır ki, onları öldürə bilməsinlər. Və tələbələrdə də mən həmişə deyirəm ki, sən ehtiyatsız olsan, həddindən artıq sərbəst olsan, səni birinci yol ayrıcında öldürə bilərlər. Yəni qırmızıya çıxan öldürə bilər. Heç var rahat olmaqla, yəni həddindən artıq rahat olmaqla, amma əminlik lazımdır. Özündən ifrat razılıq da gətirib qəzalara çıxardır. Elə adamlar gec-tez qəzaya düşürlər. Əvvəlki illərin təcrübəsi və indiki təcrübəm. Əvvəlki illərdə bir 10 il, 20 il, 30 il təzə başlayanda mən elə bilirdim ki, mən dərslərin içində nəzəriyyəni bunlara verə biləcəm. Yəni nişanları göstərəcəm, bu nişan budur, o nişan budur. Deyəcəm evdə də kitabı oxuyun, eləyin. Bu kifayət eləyəcək, dərsdə də göstərəcəm. Sonradan mən gördüm ki, yol hərəkəti o qədər ağırlaşıb ki, sən həm maşın sürməyi öyrətməyi, həm tez-tez nişanları göstərib hamısını dolğun şəkildə verməyi bacarmayacaqsan. Onda mən nə etdim? Mən təvazökarlığa çıxmasın, Azərbaycanda ilk dəfə, neçə il bundan əvvəl hələ, indi çoxlu video dərslər var. Azərbaycanda yol hərəkəti qaydalarının video versiyasını düzəltdim. Yəni animasiya gedir, multfilm kimi maşınlar gedir, mənim səsim gedir orada, belə olmalıdır, bu nişandır, bu nişandır. Bir 20-25 dənə dərsim var. Bu dərslərin hamısını flaşkaya yazıram və tələbə deyir ki, bir həftədən sonra, 10 gündən sonra başlamaq istəyirəm dərsə. Deyirəm, gəl görüşək. Mən sizə flaşka verim, o bir həftə ərzində ona baxın, ondan sonra dərslər vaxtda da baxacaqsınız, kompüteriniza yazın, ömrü boyu da baxacaqsınız, heç vaxt cərimə verməyəcəksiniz. Deməli, bu evdə rahat çay, kofe içə-içə mənim səsimi eşidir, müəllim səsini. Bir var ki, kitab oxuyasın. Bilsən, Ceyhun, söhbət nədən gedir? Kitab yaxşıdır. Amma kitabı, o yol hərəkəti qaydaları, mən belə başa düşürəm ki, niyə bunlar kitabı çox açmaq istəmirlər? Nə qədər deyirsən, kitab oxuyun. Sürücülərə bax, biz buradan deyirik, kitab oxuyun. O kitabı elə bir caduluyublar, açmaq istəmirlər. Yəqin bir balaca quru cümlələrdən yazılır. Qanundur da, elə də yazılmalıdır. Amma bu dərslərdə mən loğru dildə başa salmışam ki, nişanı görürsənmi? Orada sağa getmək olmaz. Yəni, daha duzlu, isti otda eləmişəm o qaydaların mahiyyətinə dəyişmədən. Və onlara baxırlar. Dərsdə də görürlər, amma dərsdə mənim 80% fikrim artıq sırf öyrətməyə gedir, sırf qəzadan qaçmağa gedir. Yəni dərsimizin 50%-i nişanı başına salmağa getmir. Suallar da verirəm, yoxlayıram. Bu nə nişandır? Görüm oxuyub yox. Oxumursan ha. O bəziləri yalandan deyir, oxumuşam, baxmışam dərslərə. Deyirəm, bu nə nişandır? Hə, bilir, deməli oxuyur. Yəni bax belə vəziyyətdən çıxış yolu tapmışam. Soyuqqanlıqdan da qabaq müəllim seçmək lazımdır. Müəllim, mayaq kimi səni aparan müəllim seçmək lazımdır. Tək, siz necə izah edeyim? Çoxlu qəzadan qaçma variantları var. Müəllim yanına getmədən də onları gecə tez öyrətmək olar. Bilsən necə? Dəydi maşın, ayda, burada belə eləmək olmaz, daha eləmərəm. Amma nə qədər xərc getdi. O biri küçədə, oyda, dairədə akazivsə başqa cür lazımdır eləmək, mən eləmədim. Daha nə eləmək olar? Təmir eləyərəm. Bu necə baha başa gələn şeydir. Nə qədər bir də var ki, yaxşı müəllim seçirsən, bir həftənin, 10 günün, 20 günün içində elə bil ki, uşağa boşqabda konfet verərsən ha. Ala, konfet hazırdır, götür. Bilikləri elə verirsən, yəni illərin təcrübəsini, o dairədə xata budur, bu küçədə xata budur, bu küçədə ağaçların dalından hamısını şəhərdə izah edirsən, bu təcrübəni, illərin, başqalarının illərlə qazandığı təcrübəni 10 günə, 20 günə. Deməli, müəllim seçməsi ən vacib şey. Belə görünür ki, şəhərdə yaxşı sürmək üçün, yaxşı sürücü olmaq üçün birinci kök başlayır yaxşı müəllim seçimindən. Məhz yaxşı müəllimdən. Çünki bu dəqiqə müəllimliklə məşğul olan çoxlu adamlar var. Təsadüfi adamlar da var. Əla müəllimlər də var. Çox zəif müəllimlər də var. Əsəbi müəllimlər də var. Dərsdə öz problemlərini, uşağının əskərliyindən, qızının cehizindən danışan müəllimlər də var. Dərsdən başqa hər şeydən danışan müəllimlər də var. Əsas odur ki, yaxşı müəllim seçəsiniz.